hazırlaşın. Birazdan Natamam Podcast başlayır. Yes. Qız bürclərinin 90%-də simmetrik xəstəlik olur. Mən də qız bürcü olduğuma görə, Sən də xəstə olduğuna görə demək ki, qız bürcüsən. xəstə olduğuma görə qız bürcüyəm mən. Qız bürcü olduğuma görə xəstə deyiləm. Mənim sumkam Zor görsənmir kamerada. Yox, görsənmir. Sən qız bürcü olaraq xəstəsən artıq. Bəli, bir qız bürcü olaraq artıq bir xəstəliyim var. Sən artıq xəstə olduğuna görə qız nə qədər uzanacaqdı bu? Səhər baxırsınız, günorta baxırsınız, axşam baxırsınız. Hər vaxtınız xeyir. Hər vaxtımız Xoş gördük sizi xoş gəldiniz. Natamam podkastda. Yes. Sual verə bilərsiniz ki, niyə bu gün ikiniz də tünd geyinmisiniz? Zor eləmişik. Heç kəsin də heç də deyil. Vallahi. Amma sənin yaşlı çox xoşuma gəldi. Dəyişməyən bir şey var. Stəkanlarımızın rəngi. Mən də qara. Nətərsən? Bomba bugün enerji çox belə Çox qəşəng yaxşıdır. başlayır. Baxmayaraq ki, ikimizdə bu gün də. mən çəkilişə gecikmişəm. Baxmayaraq ki, bugün keçmiş videolarımızı yüklə, sil, yüklə Bu falan ümumiyyətlə olub. çox macəralı oldu günümüz. Bəli, bəli. Təsəvvür eləyin, zəngli saatı qurmağı unutmuşam səhər-səhər. Və nəticədə çəkilişə 1 saat gecikmişəm. Natavan sağ olsun. Anlayışı üçün demək istəyirəm. Anlayışı üçün təşəkkür edirəm. Mən gələnə kimi bir çox şeyi artıq eləmişdi burada deyə gecikmədik. Gülməyə ciddi deyirəm. Elə biləcəklər ki, indi mən belə sarkazmla deyirəm. Amma sarkazm mən özüm bildim. Çünki mən onu gələnə qədər sadəcə kofe içmişdim. Kofe dəmlədim, kofe içdim. Stakanı yutum. Gördüm. Keçən verilişdə də keçən podkastda da o böyük stəkanda balacanı Kofeni zəhər kimi içdim, bəli. Amma bugün özümə yaşıl çay hazırlamışam. Elmanda da həmişəki kimi kola. Kola, elman harda ziyanlı püsür var. Bizə ziddir də hər şey. O bir şeylərin ziyanı, mən bir şeylərin xeyri, nəysə. Amma ki başladı. Dostlar, tuluğumuzu doldurduğumuza görə artıq başlaya bilərik. Siz görmədiniz amma biz Çox böyük bir ara verdik. Pizza gömürük. Bugün uşaqlar o qədər gecikmişik ki, məsələn, hazır çəkiliş eləyirik. Amma bu vaxtda biz çəkilişimizi bitirməliydik, amma no panik yəni. Bugün hər yerə gecikmişik. Hər podkastımızda deyirik ki, məsələn, bu dəfəki mövzu daha rahat olacaq da o birisindən. Amma bu mövzu hər dəfə mövzu daha çətin olur. Bugün Plusdakı sorry sözümü kəsirəm. Plusdakı məsəl üçün nəsə danışanda, bunu da danışarıq, bunu da danışarıq deyib 75 dənə mövzu yığmışam. Dünən yerində elma yazıb. Gələn səfərki podkastımız nə olsun? Necə nə olsun? O qədər şey çıxıb. Hətta normalda məsəl üçün mövzunu gec də seçsək, Natavan nəsə hazırlaya bilir. Natavan heç nə hazırlamır. mən də ki hazırlayıb gəlirəm, amma bu dəfə bu ikimiz də tam səmimi, yəni bu gün heç nə hazırlamamışıq. Bir dənə mövzumuz var, başlığımız var. Mövzumuz da ondan ibarətdir ki, niyə kasıbsan? Niyə kasıbsan? Kasıbçılıqdan danışacağıq. Doğrudan bax biz kasıb sayılırıqmı? Gəl birinci ondan danışaq. Baxır sən mənəviyyat cəhətdən deyirsən, yoxsa maddiyyat cəhətdən? Maddiyyat cəhətdən. Kasıb olduğunu düşünmürəm. Mən də kasıb olduğunu düşünmürəm. Yəni varlı da deyiləm, kasıb da deyiləm. Biz orta təbəqə sayılırıqmı? Məncə Azərbaycanda orta təbəqə deyə bir şey yoxdur. Ya varlısan, ya kasıbsan. İşte demək ki varlısan. Yox, yəni sən bu qədərlə olunur varlı məncə. Sən heç bir bax da, yəni daha lüks olanlar bəlkə də barmaqla sayılacaq. İndi deyəcəksiniz ki, sənin olduğun ortamda bəlkə zəngin yoxdur. Elə deyil də. Yəni genel statistikanı düşünəndə məncə bir imkanlar var. Varlı deməyək o zaman. İmkanlı və kasıb var. Biz onda özümüzü imkanlı hesab edə bilərik. Çünki mənim belə deyək də ətrafımda olan insanlar adətən məni ilə eyni səviyyədə olan insanlardır. Yəni məsələn bərabər işlədiyimiz, bərabər yola çıxdığımız insanlardır. Məsələn onlar həmişə özlərinə bir misal çəkəndə özlərini kasıb kimi qələbə verirlər. Biz kasıbıq, bizə nə bilim. Kasıbın nə? Deyirlər amma. Biz kasıb deyilik. Deyirlər. Siz kasıb deyilsiniz. Kasıb olan özü kasıb demir ümumiyyətlə.
Yəni onun vəziyyətindən sən bilirsən, özün onun maddi durumundan. Məsəl üçün harasa getmir ümumiyyətlə, gəzməyə də çıxmır. Amma sən bu gün Targovaya çıxmısansa, bilirsən ki, sən pul da xərcləyəcəksən də. Demək ki, imkanlısan. İmkanın varlı mənasına gəlməsin. Yəni sənin imkanın var demək mənasına gəlir. Ona görə deyirəm, varlı kasıb yoxdur Azərbaycanda amma. İmkanlı var, imkansız var. İmkansız da kasıb sayılır. Okay. Bəs yaxşı, bayaq bir söz işlətdin. Heç mənim ağlıma gəlməmişdi əslində. Sual verəndə ki, biz kasıbıq yoxsa yox, sən soruşdun ki, maddi yoxsa mənəvi. Mənəvi kasıb kimdir? Bax, o zaman mənəviyyat cəhətdən amma məncə ümumi insanları götürək, milliyyətə ayırmayaq. Həqiqətən də insanların mənəvi cəhətdən kasıb və də varlı olduqları hissələr var. Aha. Sənin sualına cavab olaraq məncə biz mənəviyyat cəhətdən əsla kasıb deyilik. Biz deyəndə ölkə olaraq yoxsa biz ikimiz? Sənlə mən. Aha. Orta təbəqə ola bilərik, çünki biz hələ də yığırıq da praktikalardan, öyrənməyə çalışırıq, danışdıqca da beyin fırtınası eləyərək öyrənirik. Məncə ümumiyyətlə heç kəs özünə mən oldum deməməlidir də, yəni mən hazıram. O olmamalıdır. İmkanlıyıq. İmkanlıyıq məncə mənəvi cəhətdən, ya da orta təbəqədə deyə bilərik, yəni də öyrənmə baxımından, amma əsla kasıb deyilsən. Çünki bu gün əgər empati qura bilirsənsə, bu gün əgər danışmağa cümlələrin varsa, kəşfə çıxmısansa, nə bilim, sadəcə ölkə olaraq dəyişmək olaraq yox. Ümumiyyətlə genel kültür dilləri, IQ-ün varsa, o zaman sən necə kasıb olur? Kasıb odur ki, bütün günü domino çırpır. Domino çırpırlar. Nər çırpır? Ya da ki... Domino çırpır dedim, bir xoşa gəlməz bir video gəldi gözümə qabağına, neysə. İnşallah onu qoymazsam videoya. Yox, danışmaq istəmirəm heç vaxt. Hə. Bir də yəni çayxanadan o tərəfə çıxmır da, başa düşdün, danışıqları da ancaq ailə, ev, bax elə oturub mən kasıbam deyə qalan insan həm həqiqətən də maddi mənada da kasıbdır, mənəvi baxımdan da kasıbdır. Kasıbsan özünü inkişaf elətdir də. Bir də sənə belə bir söz deyim, bilmirəm sən bu fikirlə nə dərəcədə razısan, razı deyilsən. Razısan mı? Məsəl üçün, ümumiyyətlə bir insan negativdən daha çox danışırsa, bir insan negativi daha çox dilinə gətirirsə, onun qarşısına negativ çıxır, pozitiv çıxmır. Təbii ki, danışdıqlarımızın ümumiyyətlə hər sözümüzün gücünə inanıram. Enerjidir söz. Söz enerjisi nəyi yansıdırsansa, ümumiyyətlə öz enerjində də nəyi yansıdırsansa da qarşında onu görürsən, aynalayırsan. Təbii ki, bütün günü sən kasıbam, alınmır. Evren dəstəkləyir ümumiyyətlə. Kainat həmişə sənin dedikləri və düzdür deyir. Ona görə səhər oyananda başım ağrır, başın ağrıyır. Ya da kasıbam, kasıbam. Əksinə sən deməlisən ki, məsəl üçün çıxış yolu nədir, neyə bilərəm ki, daha yaxşı olsun, ya da şey deyilən ki, şükürlər o, şükür elə heç olmasa. Və bəzi insanlar deyirlər ki, yalandan necə deyim, durum deyim ki, varlıyam zaten. Olumlamaları olur axı, mən varlıyam, mən xoşbəxtəm, mən gözəm, yalandan necə. Tamam, realist ol, sadəcə deyilən ki, qollarım olduğu üçün şükür eləyirəm, ayağım olduğu üçün şükür eləyirəm. Ya da bugün buna imkanım çatırsa, tutaq ki, bir çay içə bilirsən də, evim var, evim var, bir sığınacam soyuq havada. Şükür edəsi, çox səbəbim var. Çox səbəbim var, sən artıq imkanlı sayılırsan. Əli olmayan insanın yanında sən imkanlısan. Ayaqları olmayan, ya da nə bilim gözləri görməyən insanın yanında sən çox varlısan. Çünki gözlərin görür güneşi. Və mən şəxsi fikrimi deyim, düşünürəm ki, məsəl üçün insan mənəvi statusunu bəlli etmək üçün ki, bu varlıdır mənəvi olaraq, yoxsa kasıbdır. İnciməyin, çoxları mənim bu sözümü bəyənmir, amma deyəcəm, sonu gedir mütaliəyə bağlanır. Mütaliə etmək vacibdir deyə düşünürəm. Çünki özün öz yolunu bəlli eləyə bilirsən mütaliə sayəsində. Mütaliə sənə çox şey öyrədir. Özümdən nümunə götürürəm. Yəni mən 10 il bundan qabaq bu düşüncədə olan biri deyildim. 10 il bundan qabaq siz mənim bax bu cür danışığımı görə bilməzdiniz. Yəni 10 il bundan qabaq mən belə demirəm, mən bu dəqiqə vundurkindəm, hər şeyi bilirəm. Sual cavab verəcəm. Yox, öz bildiyim qədərini bilirəm və istənilən şəxslə də belə deyək, debat aparmağa, söhbət eləməyə hazıram. Və mən özümü mənəvi cəhətdən varlı hesab eləyirəm. Və mənim mənəvi cəhətdən varlı olmağımın da səbəbi məhz mütaliədir. Mən mütaliəyə borcluyam öz mənəvi varlılığımı. Çünki düzdür,
Məsələn, sıralama eləsək, hə, başlara mən qoyaram mütaliəni. Amma məsəl üçün ondan sonraki yerlərə mən qoyaram sənədli filmləri, qoyaram adi filmləri, qoyaram bəzi serialları, qoyaram o elmi, fantastik, nə bilim bu araşdırmaları, ümumi araşdırmaları, arxivləri, ohoy, doldur bitməz yəni o siyahı. Əgər sən bugün başını domino ilə qatmaq istəyirsənsə, Natavan bunu hər nə qədər bəyənməsə də, demək ki, sən komfort zonanı tərk etmək istəmirsən və yeni şey axtarışında olmağı sevmirsən. Və sonra da şikayət edirsən ki, belə yaşamaq olar. Bu nə yaşayış? Bütün günü düşürsən, domino oynayırsan, bilmirsən. Dominonu oynayan sənsən də. Oynama bugün domino, get bir iş axtar da məsəl üçün. LinkedIn-də hesab aç özünə. Ümumiyyətlə komfort nəyə görə Elman dedi ki, komfort alanını tərk etmək Natavanla uyğunlaşır? Çünki keçən səfərdə deyəsən podkastda demişdim. Deyilənə görə komfort alanını tərk etmək yox, onu daha yüksək bir levela artırmalısan ki, ora çatasan. Həm bu sayədə tərk etməmiş olursan, həm də yüksələ bilirsən. Bunu da misal olaraq necə deyə bilərik? Bax, çox gözəl oldu. Məsəl üçün domino oynamağı sevirsən, ya da ümumiyyətlə oyun oynamağı sevirsən və eyni zamanda da ətrafındakiləri yığıb dostlarınızla söhbət eləmək istəyirsən, düzdür? Bu gün biz harda oturmuşuq? Bəlkə də bunun yaranma səbəblərindən biri də budur. Demək ki, adam çıxıb, indi bilmirəm mən yaradıcısı necə olub, ümumiyyətlə heç bir hekayəsini bilmirəm, amma çox güman ki, belə olub. Oturub bir gün domino oynayım ya da nəsə oyun oynayım falan, davay bunu işə çevirək. Bu artıq komfort alanını tərk etməmək oldu. Aynen. Onu üst levela çəkmək oldu. Və bu hal-hazırda da onun sayəsində yəni pul qazanır. Mən onu niyə dedim? Çünki bilirsiniz nətər bəzi hallarda mən sənin o komfort zonasını tərk eləməmək fikrindən razılaşıram. Bəzi hallarda komfort zonasını tərk eləməməlisən. Amma orada da nə isə eləməlisən də. Bu domino oynayan insanlar bilirsən nətərdir? Bunlar tərk eləmirlər. Okey, amma orada da inkişaf eləmək istəmirlər. Aydındır? Mən ona görə deyirəm ki, artıq bu onun bir komfort alanına çevrilib. Onu yavaş-yavaş tərk eləməyə özünə öyrətməlidir. Bəli. Məsəl üçün sevgidə münasibətə, sevgi gülmə, mən aşkların çocuğuyum. Allah, bak again. Sevgi münasibətində insanlar niyə komfort zonasını tərk edə bilmirlər, əgər həqiqi sevgisini tapıbsa? Bu belə də olmalıdır. Çox fikirləşdim, amma yəni bu belə də olmalıdır. Təbii ki, baxıram ki, mənə deyir sualı yoxsa gözü cavab verəcək. İndi gör, nəyə gətirirəm səni? Bax, həqiqətən sevirsə bu adam komfort zonasını tərk eləməməlidir və sənin dediyinə gəlib çıxırıq ki, orada özünü inkişaf elətdirməlidir, tamam mı? Onu da eləyir, ağlı başında olan insan. Amma komfort zonasını tərk edən insanlar kimdir sevgi münasibətində? Mən belə bəsit nümunə çəkirəm ki, başa düşülən olsun. Komfort zonasını tərk edən insanlar kimdir sevgidə? Xəyanət edənlər, kefi başqa yerdə axtaranlar, başqasından həzz alanlar, öz sevdiyini aldadanlar və s. və ilax. Budur. İndi bax, bu belədir. İndi yəqin ki, başa düşdünüz. Mən nə demək istəyirəm? Başa düşdünüz. Bir də Elman, sən bayaq dedin, mütaliə eləmək. Elman məncə sadəcə onu kitabı vərəqləyim, eləyim, o mənada demir. Mənə elə gəlir ki, mütaliə eləmək ümumiyyətlə, mən məsəl üçün özümdə sıxılan insanım çox vaxt kitab oxumaqdan falan, baxmayaraq ki, bir neçə dənə spiritual kitablarım var, nə bilim, araşdırma kitablarım, belgesel falan tadında. Prosta bəzən həqiqətən də istəyirsən ki, məsəl üçün biz necə podkast çəkirik, belə arxa fonda podkast keçsin, sənə nəsə öyrətsin, ya da bir ofuqları açsın səndə beyində, ya da istəyirsən nəsə kimisə dinləmək də, yəni fərqi yoxdur. Yəni siz durub deməyin ki, kitab oxumağa, mütaliə eləmək sıxılcıdırsa, amma sən yenə də başda hansı yolla sənə maraqlıdır. Bəlkə serialdan öyrənəcəksən, Elman demişkən, bəlkə kinodan öyrənəcəksən, bəlkə həqiqətən də hansısa bir ölkəyə gedib orada nəsə kəşf eləyəcəksən, ya da hansısa bir sıradan bir insan, amma sıradan dediyimdə hani dünya görüşü yüksək olan insanla oturub söhbət eləyib ondan nələrsə öyrənəcəksən. Öyrənməyə ac olmalısan. Bəli. Öyrənməyə ac olmalısan. Bəli. Orası elədir. Mən hətta belə deyim də, indi elə bir zəmanədir ki, ümumiyyətlə mütaliəni əslində çox şeylər əvəz edə bilir. Yəni bu dəqiqə bizim elə bir avantajımız var.
sən demişkən podkast. Bəli, Mən o bayaqki siyahıya podkastı əlavə eləməyi unutdum. Ki, yəni mən podkastlardan nə qədər şey öyrənmişəm, mən podkastlardan nə qədər şey dinləmişəm də. Yəni boş-boşuna danışmırlar. Eynən. Kstati, baxmadın, sənə podkasta baxırsan sən? Yox. Sənə podkasta bizim adımız çəkildi. Sən zarafat eləyirsən. Zarafat eləyirəm əlbəttə ki. Murad Arif idi. Qonaq Murad Arif idi. Ciddi həqiqətən bizim adımız. Murad Qonaq Arif idi. Murad Qonaq Arif nə idi? Ay Allah. Murad üzr istəyirəm. Və Elman yeməklərini həzm eləyir hazırda. Qonaq Murad Arif idi. Orada qayıtdı. Şeydən söhbət getdi. Murad Arifin vaxtı ikən bir verilişi var axı, özü çəkirdi, maşında falan çəkirdi. Oradan nəsə oradan zatdan ümumi repdən zatdan söhbət. Sənə podkast əsasən rep üzərindən qurulan bir podkastdır da. Orada bir şey qayıtdı ki, biri ağ olanda biri qara olmalıdır falan filan, bu ağ qara. İndi görək alınsa o kadrı sizə göstərəcəm. Bir 4 saniyəlik sonra davam edərik. Bu arada pizzasını ancaq Elman yeyir, mən yox. Nətər yəni pizzasını? Adını niyə çəkirsən? Bilirəm onu. Bibər başdan dedim. Elə ki söyürsən. Bipləyəcəm. Nə qədər dediyi hamısını bipləyəcəm. Söhbət pizza şirkət markalarından gedir, amma mən bipləyirəm. Heç kəs də bilmirdi. Azərbaycan zaten 2 dənəsi məşhurdur. Neysə, çox telif gələcək bizə bəsdir. Gəlməyəcək, mən bipləyəcəm ki, gəlməsin. Deməli, Murad Arif nə dedi bizim haqda? Murad Arif bizim haqqımızda demədi. Murad Arif ümumiyyətlə ağ-qaradan söhbət eləyirdi. Yəni sözümü ona gətirdim ki, yəni bizə bir dənə oradan şey gəldi də ki, bizim ümumiyyətlə videomuzun konsepti də o idi. Manifestləmək sözünü son zamanlar çox eşidirəm. Manifestləyirəm məsəl üçün. Manifestlədim. Manifestləyəcəm. Nə deməkdir o manifestləmək? Mən də onu aydınlatdım. Manifest sözü mənasını bilmirəm, amma bir şeyi, yəni həyatıma çəkməyə niyyətlənmək. Niyyətlənmək də əslində. Arzulamaq. Arzulamaq da yox, artıq bunun üçün sən kainata göndərsən ki, mən artıq bunu istəyirəm, mən bunun üçün hazıram, mən bunu istəyirəm. Hə, məsələn, maşın tutaq ki, manifestlədim. Hə, sözlərdir də, triklərdən bizə keçmiş şeylər. Manifestləyirəm məsəl üçün. Mən bu dəqiqə manifestləyirəm, siz görmürsünüz amma. Nə, manifestlədi yoluzda. Hə, onu deyir. Murad Arif də oradan. Murad Arif inşallah bizim bir gün qonağımız olsa, ona o qədər suallarım var. Sən bilirsən, biz bir dəfə onunla çəkilişdə olmuşuq. Çəkilişində və axşam çəkilişi idi. Qatarda bizim belə nəsə bütün kollektivin çəkilişi var idi orada və mən telefonu Murad Arifə verdim ki, bizim selfie eləyək. Bu telefonu Murad Arifə verdim selfie üçün. Super. Dillə çox əyləncəli insandır. Çox əyləncəli, tərəzi yəni, əslində onu tək şeydən yox, elə podkastlardan yox, belə deyək də real həyatda mən Murad Arifi görməmişəm. Amma məsəl üçün mənə elə gəlir ki, Murad Arif kamera qarşısında nətərdirsə, həyatda da elədir. Mən o insanı elə düşünürəm. Yəni məsələn axırıncı podkastda baxanda mən ona, yəni adam pozitiv idi də başdan ayağa. Ləzzət eləyirdi o pozitiv olmağı. Pozitiv olmaq da bax varlılığın bir nətər deyək levelıdır. Yəni levellərindən biridir. Əslində bayaq onu deyəcəydim Elman. Nədənsə biz elə bir ki beyin olaraq empatiya qururuq. Bilməm, mesaj sənə göndərirəm beyin olaraq. Onu deyəcəydim ki, bir də farklı mövzularda kasıb zat söhbətdə var. Məsələn, mən enerji olaraq açıq-aydın deyim ki, kasıbam. Enerji olaraq. Hə, çünki tez bitir. Elə bir ki pul kimi düşünsə, mən elə bir ki o qədər tez o enerjimi xərcləyirəm ki. Aylıq maaş kimi. Ay dəhşət. Heç indi aylıq kimi gəlir, amma bir həftəyə bitir də məndə o enerji. İşdə, işimə İşdə biraz düşünürəm, nə bilim, o qədər günün sonunda tükənmiş hiss edirəm ki. Günün sonunda, hə. Zırt pırt, günün sonunda. Hə, o sözlər. Şey. Elman mən o gün yazıb ki, Natan bu sözləri yığışdırdı. Bilirəm, o sözlərdə zırt pırt. Sənə elə o bəzək verən elə o sözlərdir. Onları tərk etməklə. Kimin xoşuna gəlmirsə, baxmasın. Çıxsın kanal. Hə, yəni. Bu nələr asıl. Bu qədər bəsit, yəni. Baxmaya bilər kimi xoş deyəsən. Natan, niyə pulumuzu düzgün bölə bilmirik? Bəlkə də buna başqaları cavab verər ki, mən əziyyət çəkirəm ondan. Mənim yaralı yerimdir. Yəni mən indi başlamışam özümə bir çəki düzən verməyə pulla bağlı. Ümumiyyətlə pulla rəftarımın bu dəqiqə
yolunda getməsini mən bir nəfərə borcluyam. Təşəkkür edirəm. Təşəkkürlər. Təşəkkür edirik bizə yaratdığı şərait üçün. Niyə pulumuzu bölə bilmirik? Niyə pulla doğru rəftar edə bilmirik? Çünki planlama ümumiyyətlə getməlidir də. Yəni baxın. Hə, demişəm bunu. Bu kafaya da sən bayaq dedin, 10 il əvvəl mən bu cür danışamazdım. Həqiqətən heç 1 il əvvəl bəlkə də mən bu cür danışmazdım. Çünki hələ təzə-təzə o şeyə mən də düzənə düşməyə çalışıram. Çünki pul gələndə direkt gəzmək istəyirsən, direkt bir şeylər almaq istəyirsən falan. Görürsən ki, ayda bitdi də, yəni pul. Çünki həqiqətən də haqlısınız, çox şeylər bahalaşıb. Amma ucuza da qaçanda yenə də görürsən ki, yenə günün sonunda pulun dilləri bərəkəti yoxdur. O da kodlamadı bu arada, bunu demək olmaz. Pulla rəftar dedin. Bax o cür pul əl çirkidir ya da nə bilim gəldi, getdi, hər şey bahadır. Bunlar çox pis kodlardır. Bunları eləmirik. Rəftarımızı düzəldirik, sevirik pulu. Pulu sevmək, ac gözəm, xoşuma ancaq pul girəm, elə bir mənada deyil. Pulu həqiqətən də sevməlisən. Çünki onun sayəsində sən çox şey istədiyin çox şeyə nail olursan. Lakin pulu günün sonunda necə proqramlamaq lazımdır? Nəyə xərcləməliyəm? Mənim təməl ən öndəki ehtiyaclarım nələrdir? Məsələn, bu gün hara gedəcəm? Qızdardırsa, məsələn, xanımlar bilsən də rasotları qutarmış. Onu desin ki, videoda demişdim. Birinci videoda demişəm ha. Nəyə görə dedimsə, dırnaq da tutaq. Dırnağa gedəcəksən, saça gedəcəksən, ki, paltara zada ayırmasan. Bunların hamısını yazmaq həqiqətən yaxşıdır. Yazmaq da deyəndə yenə də əyrinirsinizsə, nəyəsə ruçka ilə falan yazmaq mənim kimi. Telefona qeyd eləyin, ya nəsə də bil ki, məsəl üçün sənin 200 manat, 300 manat gəlirdi. Bunun nə qədəri? Bura getdi, dırnağıma getdi, saçıma getdi ya da paltarıma ya da uşaqlar. Kişilər də təbii ki dırnağa gedir. Kişilərdə rasot var ki, ağlıma heç bir şey gəl. Bərbər. Bir dənə bərbərdir. Xanıma ayrılan büdcə 1500 manat, qalan 200 manatı da bərbərə gedib istifadə edə bilərsiniz. Rio'nun bir trekindən bir referans deyim. Orada deyir ki, hər sevirik biz pulu çünki hamı gedər pul qalar. Yəni doğrudan da bu dəqiqə elə zamanədir ki, Elman hər bir sözü olur, yəni, cümləsi olur şeyə. Pul bu dəqiqə doğrudan da çox önəmlidir həyatımızda. Bu yaxınlarda maşında gedəndə radioda qulaq asırdım. Tural Yusifovun verilişi var. Avtostop. Orada bir nəfər məsəl üçün zəng eləmişdi ona qonaq olaraq. Turalın da sualı ondan ibarət olmuşdu ona ki, yəni pulu necə bölürsən kimi bir sual vermişdi ona. Əslində Tural daha maraqlı fikir səsləndirdi orada. Amma mənə Qaqaşın fikri xoşuma gəldi. Çünki baxdım ki, Turalın dediyini eləmək üçün mənim hələ ki, belə deyək də, IQ-m hələ ki, yəni o qədər deyil də ki, yəni mən Turalın dediyini eləyə bilim, amma ona doğru getməyə istəyirəm artıq bu ayın sonundan. Orada qardaş dedi ki, mən maaşımın 10%-ni həmişə qırağa atıram. Bax, bu çox qəşəng bir şeydir. O mənə ideya verdi, lampuçka yandı bir daha başımdakı. Bunu belə eləmək olar. İndi bilsən, bir dəqiqə elə yaxşı zəmanədir ki, məsəl üçün banklar var. Banklar bu mövzuda sənə kömək edirlər. Hətta sən pulunun, məsələn, maaşının bir 10%-ni atırsan, bankda saxlayırsan, hətta onun üzərinə pul gəlir falan filan kimi. Yəni əlində çatmır, istənilən vaxt onu götürə də bilmirsən. Plus istədiyini də edə bilirsən. Sən heç vaxt bu günə qədər pul yığmamışsan. Mən heç vaxt bu günə qədər bank vasitəsilə pul yığmamışam. Belə amma arxaya atmaq söhbətidir. Olub, amma məndə bir xasiyyət var idi ki, bilirsən nətərdir? Mənim minusum nədə idi? Bax, o pulu arxaya atırdım ha. Yığırdım. Amma daim şuur altımda bir şey var idi ki, yanımda pul var. İstəyəndə oradan götürəcəm, istəyəndə oradan götürəcəm. O mənə mane olur. Verirdi o adama. Yığılırdı. Bir də görürsən, elə bir momentə düşürdüm ki, məcbur o pulu götürürdüm və götürəndə də, üzr istəyirəm ifadəmə görə, heyvan kimi xərcləyirdim o pulu. Hamısını, başa düşdün? Son qəpiyinə kimi, son manatına kimi xərcləyirdim onu. Amma yəni demək ki, sən yığa bilirsənsə, bu bacarıq səndə var. Məsələn, mənim anamın pul yığmaq qabiliyyəti çox superdir də. O da qız bürcüdür, mən də qız bürcüyəm. Amma yəni baxıram ki, yəni doğrudan da yaxşı pul yığa bilər. Onda var o. Yəni denən ki, məsəl üçün mama bu pulu sənə verirəm. Mən benzin töküb üstümə özümü yandırsam da o pulu mənə verməyəcək. Və yaxud da özü üçün nəsə eləyəcəksə, məsələn, planlaması var da, ayın sonuna qədər bir planlama eləyə bilər. Mamam bizi izləyir.
bilmirəm, yəqin ki izləyim, amma izləyirsənsə bir də ürək qoyarsan kommentə. Yəni şirniyyatları hələ də Ona demişəm ağlımdan çıxmır. Ona demişəm mamaya, mama deyir ki bir gün bişirərəm, apararsan çəkilişə gedəndə apararsan. Məsələn, bacımın da pul yığmaq qabiliyyəti çox yaxşıdır. Bacım hərçənd bacım iyun ayında hansı bir əkizlər olmalıdır. İyunun 22-si. Xərçəng ola bilər. Xərçəng. Məsələn, bacımın da pul yığmaq qabiliyyəti çox qəşəngdir, bacarır. Evdə 2 dənə pul xərcləyən var, biri papadır, bir də Onlar yığırlar siz xərcləyirsiniz. Pulun başına daşlanan bir dənə. Kişilər amma indi yenə cinsiyyət ayrımcılığı eləmək istəmirəm, amma kişilər həqiqətən də biraz bədxərc olurlar. Onları eləyən, nizamlayan çox vaxt xanımlar olur. Nə qədər desələr də ki, xanımlara çox pul gedir, mən qadın üçün çox pul xərcləyirəmsə, amma əgər desən ya da ki düzgün bir xanımla birlikdəsən, çox pis iş çıxdı. Əgər amma sən ailə qurduğun xanımsa ya da ki sən deyirsən ki, tutaq ki mən yığa bilmirəm, sən yığ, məncə o qadın çox gözəl pulu yığacaq. Mən o zaman ailənin bankı hesab edirəm özümü, çünki həmişə mən ailədə pul yığan olmuşam. Uşaq vaxtımdan beri mənim həmişə kassalarım olub. O xoruzlar, şeylər belə şeylər olur deyə sındırana qədər yığırdım. Elə bir şeylər. Bir dəfə sındırmışam, sonra altını bağlamışam təzədən. Yəni mən pul yığmağı xoşlayıram. Bizə nəyə görə deyirəm ki, orada var da, amma sənin dediyin kimi onu xərcləməliyəm yox. Hani nəsə olanda götürmək üçün, amma düz deyirsən, o insana çox şey verir, rahatlıq verir. Amma mən məsəl üçün son 3 ildir çox dəyişmişəm pul mövzusunda. Yəni səbəbini dediyim, bir də təkrarlamaq istəmirəm. Yəni bu son 3 ildə pulun nətər deyim sənə, mənasını deyim, mahiyyətini deyim, anlaya bilmişəm ki, aha, bu belə yox, belə olmalıdır. Çox bədxərc idim. Həddindən artıq çox bədxərc idim. Pulumun qədrini bilmirdim. Amma məsəl üçün indi bu son 3 ildə mən qarşıma məqsəd qoydum ki, bundan sonra mənim cəmi bir dənə kreditim olacaq. Vəssalam, qutardı getdi. Ən belə bilirsən, в крайнем случае ruslar demişkən 2 dənə kreditim olacaq. Qutardı getdi. 2-dən çox kredit yığmayacağam üstümə. Bilmirəm, indi ekspertlər bizə baxırsa, ekspertlərin bu haqda bir fikri varsa, onlar öz fikrini şərhə yaza bilərlər. Və yaxud da yox, bu onlara ağıllı bir fikir kimi, mənalı bir fikir kimi gələrsə, qonağımız ola bilər, təklif eləyə bilərsiniz. Bizim videoların altında bizim mail adresimiz yazılır. natamanpodcast@gmail.com. Fikirləriniz varsa, təklifləriniz varsa, özünüzü burada qonaq qismində görmək istəyirsinizsə, biz yavaş-yavaş artıq ona bu ayın sonundan tam hazır olacağıq. Fikir bildirə bilərsiniz bizə. Sözüm ondan ibarətdir ki, nə danışırdım yadımdan çıxdı. Sən məncə son 3 ildə ola bilər ki, yox, yəqin ki elədi. Artıq özünə dəyər verməyə başlamısan və pula dəyər verməyə başlamısan. Ümumiyyətlə dəyər verməlisiniz. Çünki pul havadan sənə düşmədi. Biz elə bilirik ki, maaş gələndə bizə kimsə pul verir. Həqiqətən o bilinc altı bir şey deyə. Biz maaşımızı alırıq, nəyə görə alırsan? Bütün gün işləmirsən, belə pis çıxmasın, eşək kimi də işləmirsən bəlkə də. Enerji vermirsən, səndən bir şey gedib, qarşılığında sən nəsə almısan. Amma müdiriyyətdən pul alanda ya da ki, artıq da yəni əmək haqqı var, fərqi yoxdur, maaş kimi alırsınız, faiz kimi alırsınız, fərqi yoxdur. Onu alanda biz elə şey elə bilirik, elə ki, kimsə bizə mükafat verdi, ona görə onu dəli kimi xərcləyirik. Amma bunun bilincində olsaq ki, biz bunun üçün nə qədər vaxtlarımız, hər saat başı bunu qazanmışam və bunun üçün əziyyət çəkmişəm, o zaman pula dəyər vermiş olursan, o zaman dəli kimi xərcləmirsən, daha məntiqsəl deyirsən ki, ən böyük ehtiyaclarım nədir, ona ayırım, əyləncəm falan, tamam, ruhum üçün bu da lazımdır. Çünki bəzi insanlar var ki, həqiqətən çox simiclər və pul arxalarına atırlar pis günüm üçün ya da ki, qalsın, elə də olmaz ya. Nə bir şey almır ki, kasıbam, nə qədər pul var əslində arxasında. Heç düzgün bir şey deyil, heç düzgün bir şey deyil. Pulu nəyə görə qazanıram? Xərcləmək üçün. Eynən. Amma dəngəli xərcləmək, məntiqli şəkildə. Buna görə özünə dəyər verməlisən, zamanına dəyər verməlisən, ondan sonra pul da dəyərli olur. Bir də orada bir qəşəng bir söz işlətdin ki, dedin biz maaşı alanda bunun mükafat kimi biri xərcləyirik. Amma yəni biz bir şeyi unutmamalıyıq ki, yəni biz əgər işləyirsə bu pulu bu ay aldıqsa gələn ayda alacağıq və bu belə zəncirvari şəkildə davam edir. Yəni son pulumuz kimi xərcləmək düzgün deyil. Təbii ki, və də hədəfin olmalıdır. Elman da düz dedi. Biz özümüz birimiz tərifləyirik də. Elman da düz deyir. Çünki siz komment yazıb bizi tərifləmirsiniz. Bu içimdəki canavar idi. Bu şey
şey belə ağ-qara fon olursa təzə ayrı. Hə, sadəcə hədəfin olanda artıq məcburi başlayırsan pulu qazanmağa. Həqiqətən bax, əgər yığmağı bacarmırsansa, deyirsən ki, mən almır da, siçan var cibimdə, elə şey eləyirəm. O zaman hədəf qoy, mənasız hədəf də ola bilər. Hani böyük telefon alım kimi, qıstası mən iPhone almaq üçün elməm. Mən çünki çox gəzməyə, əylənməyi sevən insanam da, pul xərcləməyi çox sevirəm. Mən stresim atır. Buna görə kasıbam zat dərmişim. iPhone üçün hədəf qoyanda mən yadımdadır. Mən bir neçə ay həqiqətən əyləncəyə getmədim. Həqiqətən marketdə də bu arada gəzməyi mənim zaten izləyicilərim bir də marketə gedib nələrsə alanda eləyəndə xoşuma gəlir, stres atıram. Buna görə də gəzmə nəysə. O şeyi yığışdırmışdım, priviçkalarımı yığışdırmışdım. Bu arada diyetə girmə, hər şeydə də podkastda da mən sağlamlıq, qida yeməyə zada girməliyəm, amma nəysə. Qidada da belədir. Məsəl üçün özünə hədəf qoyanda ki, mən sağlam qida alınacağam. Bu səfər o marketə də az girirsən, ya da girəndə də az xərcləyirsən. Çünki reyonların çoxsu cips, şirniyyatlar, zatlar. Bu eyni zamanda həyata da aid eləyirik. Hədəf qoyursansa artıq başlayırsan az pul xərcləməyə, az pul xərclədiyin üçün də arxaya da pul atmısan axı. Məcburi kimi baxın. Necə işə hər gün məcbur durub getmirsən, ya da ki başqa məcburiyyətlər kimi. Deyək ki, mənim hədəfim var. Mən bugün atdım arxaya 5 manat, 10 manat. Qutular çıxıb, o günlərdə marketlərdə gördük belə qutudur. İçinə 20 manat, 5 manat, 20 manat, 5 manat. Neçə aydan sonrası orada səni qoyub 500 manat, üstünə 500 yazıb. Yəni ki, sən o qutunu tamamlayanda sənin 500 manatın olacaq. Hamısını da üstünə X çəkirsən. 20 manat. Hə, bir 20 idi, bir 5 manat idi. 20 manat atdım, 5 manat atdım. 20 manat atdım, 5 manat. Günün sonunda sən 500 manatın olur. Bu sayədə də kasıb olmuşsan. Deməli, nədən danışırdıq? Bir məsələyə toxundum. Mən o məsələ ilə bağlı fikrimi bildirmək istəyirdim. İndi gəl yadıma sal da nə idi o? Bu sən deyirəm də beynin yeməkləri həzm eləməyə gedib bu saat. Qocalmışam. Səncə mən nəyə toxunmuş ola bilərəm? Bu qədər şey yox, sən bir söz dedin orada. Yadıma düşdü. Deməli, söhbət nədən gedir? Mən bir dəfə canlı yayımda, TikTokda, o vaxtı açırdım bir mövzu müzakirə edirdik TikTokda həmişə. Oradakı müzakirələrimizdən biri də şey idi, bu pulla rəftar eləmək falan. Orada bir şey demişdim ki, mən planlamaq məsələsinə toxunmuşdum ki, hər şeyi planlamaq lazımdır. Planlamaq doğrudur, əslində planlanmalıdır, planlananda yaxşı olur. Orada düşmüşdür üstümə ki, sən nə danışsan, nə planlamaq, başın xarabdır, bura. Yəni, planlı olmalı deyil, kef eləməlisən, yəni kef çəkməlisən. Amma günün sonunda... Və İlman artıq mənləşir. Günün sonunda artıq başa düşürsən ki, planlamaq lazımdır. Çünki bu dəqiqə, baxın, mən düz demirəm. Yenə də ekspertlərə səslənirəm. Yanlış deyirəmsə, yanlışımı düzəldin. Deyəndə elə biləm ki, ekspertlər qalıblar, bizi istəyirlər. Yəni, ola bilər. Yanlış deyirəmsə, yanlışımı düzəldin. Yox, ümumiyyətlə danışmaq istəyirsinizsə, gəlin danışın. Ümumiyyətlə bu dəqiqə dövran elə bir dövrandır ki, planlama önəmlidir. Bunun çox səbəbi var. İndi bu səbəbləri sayıb bir-bir o səbəblər haqqında danışsaq, bizim podkastımız elə ona gedəcək. Yəni, səbəb çoxdur. Əsas odur ki, bunu başa düşməliyik ki, məsələn, planlama bu dəqiqə çox önəmlidir. Sən bayaq çox qəşəng bir şey dedin ki, məsələn, bir hədəf qoyursan qarşıma. Bu dəqiqə valla bu bankların applicationlarında o qədər imkanlar var. O qədər gözəl imkanlar var ki, o pulu yığa bilmək üçün, o puldan doğru istifadə etməkdə sənə kömək etmək üçün o qədər imkanlar var ki, məsələn, o imkanlardan istifadə edib, niyə də plan qurmayaq axı? Niyə plansız nə gəldi eləyək axı, məsəl üçün? Və düşünürəm ki, plansız iş görmək bədxərcliyə gətirib çıxardır. Plansız iş görəndə biz sənin dediyinə gəlib çıxır ki, biz o pulu mükafat kimi hesab edirik və günün sonunda dəlilər kimi xərcləyirik o pulu. O pulu aldıqdan sonra. Amma düşünmək lazımdır ki, yəni sən bu pulu aldın, okey, bu puldan yenə alacaqsan. Sənə şans verilib ki, hədəfin varsa, hədəfivə çat. İşdə, qazan, hədəfivə çat. Və
ümumiyyətlə o hədəflərə də gedəndə step getmək lazımdır. Birdən-birə ümumiyyətlə bunun sənə də fikrini bilmək istəyəcəm, mən fikrimi deyim. Məncə birdən-birə böyük arzulamaq düzgün deyil. Təbii ki. Düzgün deyil. Yəni məncə o böyüyə çatmaq üçün balaca, orta, sonra böyük olmalıdır. Yəni mən belə düşünürəm. Birdən-birə böyüyə çatmağı arzulamağın sonu əksər hallarda yaxşı nəticələnmir. Sən nə düşünürsən? Bu şey kimidir də, yenə diyetə bağlayacağam. Diyetə girdim, tez unu, şəkəri, zadı yığışdırdım. Yox, eləçin deyil, addım. Birinci şəkərdən uzaqlaşmağa çalışırsan, ya da ki birinci başlayırsan ən azından 7-dən 8-dən sonra yeməməyə, ya da yeməklə bağlı həqiqətən böyük problem varsa, başlayırsan sadəcə axşamlar yürüyüşə çıxmağa ya da səhərlər yürüyüşə. Yəni nəsə hədəfin olanda onun üçün ən azından sən yola çıxmağa başla. Addımlamağa başla. Gör günün sonunda sənə nə gətirəcək. Bir də ki kasıblıq temasında bilsən Elman, çox vaxt insan özünün, yenə də fərqində olmaq söhbətinə gətirəcəm hər podkastda olduğu kimi, fərqində olmur nə qədər xərclədiyini. Elə bilir ki, sənin bayaq deməyin ki, onsuz bunun davamı gələcək, pulun davamı gələcək. Bu bir yandan yaxşıdır bunu bilmək. Bir yandan da rahatlıq da verir. Bəli. Deyir ki, hə, vəsiyo, oturmuşam, işim var, gücüm var, puldur, gəlirdi, xərclədim, elədim. Yox. Mütləq şəkildə demişik, bəlkə də deyəcəyik də, yəni hər şeydə hədəf qoy. Hədəfin böyük, necə deyim, daha böyük maşın olmasın, telefon olmasın, ya da sən deyirsən ki, mənim hər şeyim vardı. Bu çox bəlkə də həqiqətən də imkanlı insandır. O deyir ki, mənim üçün heç pulun vecimə deyil də. Amma sən yenə də o hədəfi qoy. Ki sən həyatında maraq olsun. Yaşamağın üçün, necə deyim, bir şeylərlə məşğul olmaq üçün sənə maraq olsun, sənə motivasiya olsun. Məncə pul insanın motivasiyasıdır. Pulu xərcləmək də ona, ya da maaşı almaq da hər ayın sonu onun üçün həvəsləndirici bir şeydir ki, hansı ki səhər durur, zorla özünə zəhrimar tökülə işinə gedir. Nəyə görə? Pula görə, düzdür. Onun məqsədi varlanmaq deyil ki, bu arada məqsədimiz varlanmaqdır, varlı insan olmaq da olar həqiqətən, ya da ki heç kasıb olmamaq da ola bilər. Ən azından yəni indi böyük kiçik söhbətində də sən demirsənsə ki, mən zəngin olmaq istəyirəm. Bu sənin üçün çox böyük, sən də yaxşı dedin, o pillə qalxmaq. O zaman sənin hədəfin mən kasıb olmayacağam. Bir də bir məsələni qeyd elədin. Əgər bir insan ümumiyyətlə səhər üzündən zəhrimar tökülə işə gedirsə, məncə o adam işini dəyişsin. Çünki məncə o adam istədiyi işi tapa bilməyib və o işdə bu dəqiqə belə deyək də həvəssiz işləyir. Niyə deyirəm bunu? Çünki o pulu dəlilər kimi xərcləməyin səbəbkarı da bax elə o üzündən zəhrimar tökülə işə getməkdir. Mən məsəl üçün üzümdən zəhrimar tökülə getmirəm işə. Məsəl üçün deyirəm. Çox sevə gedirəm işə, çox sevinə gedirəm işimə. Söhbət burada işimi sevməkdən getmir. Bax, bu mənim sevinə işə getməyim mənə imkan verir ki, mən özümü imkanlı kateqoriyasına qaldıra bilim. Yəni 3 il bundan qabaq mən imkanlı kateqoriyasında deyildim. 4 il bundan qabaq mən imkanlı kateqoriyasında deyildim. Bu dəqiqədə demirəm, villam var, başımdan pul tökülür. Yox, bayaq Natavan ona bir fikir bildirdi, yəni izah elədi nədir məsələ. O nöqteyi nəzərdən cavab verirəm məndə ki, bugün mən özümə 100 günün qabağında baxıb deyə bilirəm ki, sən artıq imkanlısan, sənin imkanların var, sənin artıq kanalların var və sənin bugün işə üzündən zəhrimar tökülə getməyə və bir səbəb yoxdur. Yəni bunu dərk eləyirik və bunu dərk eləməliyik və məncə o adam ki, kim ki üzündən zəhrimar tökülə işə gedir, o özünü tapmayıb. Nə istədiyini bilmir. Onun bir qayəsi var. Səhər durum, işə gedim, işimi yola verim. Ayın sonunda maaşımı alım, dəlilər kimi xərcləyim. Və o insan başarılı da olmayacaq. Çünki sevmədiyin işdəsən, sən demişkən hədəf yox, bir şey yox, pul qazanmağa fokuslanıb.
günün sonunda yenə nə zənginləşmir o adam. Belə ortada qalır da, nə yuxarıya çıxmır, nə aşağıya düşmür. Sevmirsə yüksəlməyəcək də və özünü tapmaq da çox önəmlidir bu şeydə. Mən ona görə həmişə tələbələrimə deyirəm ki, 2 dənə şeydə ixtisas seçməyə çalışın. Çünki mən özüm də belə olmuşam. Məktəb bitirəndən sonra həqiqətən belə pis çıxmasın, mal gibi ortada qalmışam. Mənə dedilər, Tim universitetdə o deyirdi belə, o deyir, səndən qəşəng müstənti polis falan, o qədər o qədər beynim şey olmuşdu ki, amma mən heç bir şey eləmək istəmirdim. Mən sadəcə istəyirdim biraz belə rahat da məktəbdən sonra уже biraz belə relax şey. Ona görə də sadəcə tələbələrimə deyirəm. 1, çoxlu pulun olsaydı da nə etmək istəyərdin? Yəni pul sənin üçün önəmli olmasa, varlısan, imkanlısan, nə olmaq istəyərdin? O işi seçməlisən. İkincidə də nə vaxt ki, sən demişkən, yerindən belə əsəbi şəkildə durmursan, bu ciniki söymürsən, işvə nifrət eləmədiyin bir şeydə işləyirsənsə, demək ki, tapmısan. Demək ki, sən onu istəyirsən. Fərq yoxdur. Bu baytarlıq da ola bilər, heyvan həkimi də ola bilər. Nə istəsən olar. Hə, kosmonavta qədər, yəni nə istəsən olar. Marketdə kassirə qədər ola bilər. Eynən, həqiqətən, bəlkə də sən ona həyecanlısan, bəlkə də kassir olma həqiqətən xoşlayırsan. Ya da ki, yəni tapın da, axtarın da ona qədər özünüzü. Bu şey də var. Mən özüm də belədim. Mən hər yerdə işləmişəm Delman. Tək bir ofisantlıq eləmədiyim olub. Hər yerdə dediyimiz çox pis çıxdı. Yəni ki, xidmət sektoru bu da çox pis çıxdı. Yəni ki, şeydir. Mən bildiyiniz çox bir yerdə, çünki insan özünü tapana qədər. Sonradan mən başa düşdüm ki, mən artıq bu sahəni sevirəm və o şeyi də seçdim. Yəni işləmək lazımdır. Sən mütləq şəkildə pul qazanmağa fokuslan. Mən bu sözləri çox sevirəm. Denən günün sonunda sən fokuslan işləməyə, fokuslan pul qazanmağa. Sən motivasiyan olsun. Buna görə də, yəni yenə də deyirəm, motivasiyan ya imkanlı olmaq olsun, ya da kasıb olmamaq olsun. Belə bir şey var. Yox, bax, şeylər var, nədir onun adı? Uğur qazanmış insanlar. O uğur qazanmış insanları biz özümüzə nümunə götürməliyik yoxsa yox? Çünki bilsən niyə deyirəm? Əksər vaxtı belə bir şey olur da, məsəl üçün X bir adamla söhbət edirsən bu barədə, qayıdıb deyirsən ki, məsəl üçün ilk ağlıma gələn Elon Musk məsəl üçün də, Elon Musk'a bax, gör nə bilim, belə idi, elə olur. O Elon Musk deyə, başa düşdün? Yəni, bu fikir doğrudur ümumiyyətlə. Yəni, o Elon Musk deyə, sən heç vaxt Elon Musk ola bilməzsin. O günlərdə belə bir ümumiyyətlə təzəlikcə yayılıb bu fikirdə, TikTokda da, Instagramda da. Fikir deyil, ümumiyyətlə araşdırmadır. Deyir ki, Elon Musk'da məsəl üçün danışır, ya da ki, iPhone qurucusu kim idi? Steve Jobs. iPhone? Hə. Steve Jobs falan filan. Deyir ki, onlar həmişə danışırlar ki, çox çalışmaq başarının yarısıdır. Aşırı dərəcədə hədəflənin, fokuslanın, nə danışıblar da. Deyirəm, onların şeyə baxsan, nəsillərinə baxsan, onsuz da onlar imkanlıydılar falan filan. Bilmirəm, buradan 2 məna çıxardıram Elman. Çünki tamam, ailəsi zəngin olmuş ola bilərdi, amma bu onun başarılı olub olmamasına axı şey deyil. Nə deyirlər ona? Argument deyil də, başa düşdüm. Məsəl üçün o adam prosto pulu yeyib kef də eləyə bilər, amma o durub Steve Jobs olub, ya da o durub Elon Musk olub. Yəni bunu başa düşürsüz. Bu paylaşımı eləyənlər bilsən nə məna ilə gedirlər. Yəni ki, çox da şeyləməyin, o şeylərə girib stres özünüzü soxmayın. Onlar o qurucular ya da ki, Christian Dior'du falandı. Yəni bu qurucuların onsuz da dədə-babadan zəngin idilər. Abi, yəni onlar həqiqətən pulu xərcləyib boş-boşuna fırlana da bilərdilər. Amma onlar mark oldular. Onlar daha da imkanlara imkan qatdılar. Yəni bu bilsən nə istəyir? Bu çox popa istəyir də, yəni Elman. Bilsən necə, bir var ki, biz məcburuq pul qazanmağa, ya da ad çıxartmağa, özümüzü markalaşdırmağa, ya da ki, üst levela qalxmağa. Amma bu adamlar neçə nəfər həqiqətən bu səmimi olun da, barmağınızı qatlayın. 10 nəfərdən sadəcə 1-2-si deyər ki, mən imkanlıyam, amma biraz da şöhrət sahibi olun və biraz da bu adı daha da puluma pul qatım. Qalan hamımız deyərik, həqiqətən də Elman, mən şəxsən bəlkə də heç şey eləmərəm. Deyərəm ki, ayda
atam pullu, anam pullu ya da ki zadəgan nəslindənəm. Durub bir də Dior olacağam. Alacağam yox ha, olacağam bu arada. Durub bir də şey olacağam, iPhone zat çıxardacağam, beynimi buna işlədəcəm. Ondan sonra pulumu yeyim, keyfimə baxım. Öləndə də zəngin, zaten zəngin öləcəm deyər. Amma bunlar demək ki, başarıya gedən yolun sən dediyin şeydə uğurlu insanlara təbii ki baxmalıyıq. Uğurlu insanlara nümunə götürməliyik onları. Bilsən necədir? Bu məktəbdə öyrədilən bir şey deyil. Mən durub sənə desəm ki, Elman, bax onları nümunə götür, sən də bilə. Sən desən mən vecimə də deyil deyəcəksən. Mən götürmək istəmirəm deyəcəksən. Amma kim götürəcək? O insana heç deməyə də ehtiyac yoxdur. O insan ki, hansı ki çox çalışır, çox başarılı olmaq üçün həqiqətən gecəsinin gündüzünə qatıb və onun üçün motivasiya olacaq ki, bu insan bacarırsa mən də bacararam. İşte onu demək istəyirəm. Bax, özümdə də indi şey açdım. O paylaşımları eləyənlər, yəni demək istəyirlər ki, heç bir şey yoxdur. Başarı üçün bu qədər əlləşməli də deyilsən. Yəni özünü stressə soxma deyirlər, amma əksinə heç stressə giriləsi deyil axı. Bu əksinə motivasiya olur kimlərəsə ki, şeylilərə gözdən salırlar bu cür paylaşımdan. Sən o bütün şeyi qırır ki, sən deyirsən ki, hadi doğrudan mən onda niyə bu qədər çalışıram ki? Doğrudan Steve'in atası ya da ki obrusun adı nədir? Elon Musk'ın onsuz da babası zat zəngin idi. Demək ki, o ona görə belə qalxıb, yüksəyə qalxıb. Mən bu cür başarısına necə qalxım? Xeyr, elə deyil. Elə deyil yəni. Həqiqətən qap düzdür. Pulun, ailən, qohumların, dayların zadın sənin üçün həqiqətən qapılar açılır. Amma qapıdan neçə nəfər girə bilir? Neçə nəfər başarılı ola bilir? Demək ki, başarılı olmaq üçün həqiqətən də uğurlu insanların həyatlarına bir göz atmaq lazımdır, bir tanımaq lazımdır. Ən azından hədəf qoymamısansa belə. Amma istəyən o yolda gedəcək, istəyən o ayaqqabıları geyinəcək, o addımları gedəcək. İstəməyən deyəcək ki, sən kimi. Bilirsən o atası, bayaq nə dedin? Kimsə yamsıladın da, obşum dedin ki, Elon Musk'dır, o bacardı, mən bacardım. Əmin ol ki, sən ailən, atan, anan pullu olsaydı, sən bu kasıb düşüncəvə görə heç vaxt varılanamayacaqdı. Özündə imkan ola bilər, amma bu düşüncə çox kasıb düşüncədir və ümumiyyətlə iki cür insan var. Var imkanını pula çevirən, var pulunu imkana çevirən. Bizim çəkdiyimiz nümunədəki məsəl üçün istər Steve Jobs olsun, istər Elon Musk olsun, onlar düşünürəm ki, imkanlarını pula çeviriblər. Onlar pullarını imkana çevirməyiblər. Elman, bir dənə xahişlə alqışlayım. Mənim cümləmə nöqtə qoydu. Söhbət bağlandı. Məsələn, Azərbaycanda da var kifayət qədər nümunə götürəcəyimiz adamlar. Məsəl üçün, bayaq Hacı Zeynalabdin Tağıyev. Bizim DJ Tural kimi tanıdığımız məsəl üçün. Hacı Zeynalabdin Tağıyev nədir? DJ Tural. DJ Turaldan Hacı Zeynalabdin Tağıyev. Həqiqətən, məsəl üçün DJ Tural kimi tanıdığımız Tural Yusifovun çox gözəl bir startupı var idi ki, başlayıb Green Public adlanır. Yəni yaşıllıqla bağlı, yaşıllaşdırma ilə bağlı ki, bu dəqiqə dünyanın yaşıllaşdırmaya çox ehtiyacı var. Elman da yaşıl geyinib. Bəli, onu təmsil edirəm. Yəni bu adam bunu eləyib. Nigar Köçərli, Əli Ninonun yaradıcısı. Ay, çox xoşum gəlir o xanımdan. Elman Nigar xanım bir dəfə qonaq gəlin də bizə. Nigar xanım çox istəyirəm. Bir dəfə gəlin, əyləşin burada bir doyasıya sizinlə söhbət eləyək. Doyasıya. Çox kafa qadındır ya. Yəni bax o qadın mənim üçün həmişə mübariz qadın olub. Mübariz qadın kimi görmüşəm o qadını. Adam yəni əlindəki az bir belə deyək də imkanla böyük iş gördü. Əli Ninonu yaratdı məsəl üçün. Bu dəqiqə Azərbaycanın demək olar ki, ən top kitab marketlərindən biridir Əli Nino. Çox deyə, valla Azərbaycanda sayılacaq nümunələr çoxdur. Bir dəqiqə ağlıma yəni bu iki nəfər gəldi. Bax, bu da komfort alanıdır ya, Elman. Bax, görsən, bayaq o çayxana söhbətindən, bu da məsəl üçün kitab oxuyur. Bütün günə boş-boş kitab oxuyur demək deyil də. Bax, görsən, öz komfort alanını yüksəyə daşıyıb və... Ki, Nigar xanımın hekayəsi də təxminən elə bir şey olmuşdu. Səhvim varsa düzəldərsiniz. Səhv eləmirsə belə bir şey olmuşdu ki, rəfiqəsi ilə mi söhbət eləyəndə ya nətərsə qayıdıb deyib ki, mən kitab satacağam.
özü heç də özü elə bir ailədən çıxıb ki, zaten kitab oxumaq sevgisi, Ziyalı. kitab oxumaq imkanı olub onun. Yəni daim mütəmadi olaraq mütaliə ilə məşğul olan biri olub özü və sadəcə deyib ki, kitab oxumağı sevirəm də, mən bu kitabı biznesə çevirə biləcəm. Niyə də yox? Yəni məsəl üçün və bunu bacarıb. Ümumiyyətlə siz səhv başa düşməyin uşaqlar, durub şeyləmək, pul qazanmaq üçün işləmək, ümumiyyətlə işləmək həmişə pula ehtiyac duyulmağa görə gəlmir Elman. Məsəl üçün mənim ehtiyacım var. Yox, mən özüm belə 17 yaşımdan bəri işləyirəm. Pula ehtiyacım olduğuna görə deyil bu. Bu praktika qazanmaq, bu dünya görüşünü artırmaq, insanlarla sosiallaşmaq, insanlarla necə ünsiyyət qurmalısın. Çünki sən sabah bir sahibkar olsan, sabah hansısa bir işində öz patronun olsan, hər şeyi bilməlisən, empatiya qurmaq üçün də və işini yönəltmək üçün də işçinin də yerində olmalısan, patronun da yerində olmalısan, bu psixologiyaları öyrənməlisən. Yəni ona görə də işləmək düşünəndə siz deməyin ki, ya da düşünməyin ki, ay bunun imkanı var bu işləmək, ya da mənim imkanım var, mən nə edirəm ki, işləmək. Yox. Yəni həyatda bir şeyləri başarmaq o qədər önəmlidir ki, bir ad qazanmaq, bir uğur qazanmaq. Nə olsun ki, sən dünyanın ən imkanlı insanı ola bilərsən. Beyin cəhətdən də imkanlı ola bilərsən. Başarın var. Yəni bunu göstərəcək. Bu sən bayaq dedin, imkanı pula çevirmək dedin. Hansı imkanı çevirdin? Neynədin? Yoxsa bütün günü qəlyanı çəkməkdən başqa nə edirsiniz? Xərçəng xəstəliyinə tutulacaqsınız. O qədər mənə boş gəlir ki, bax heç oğlanlar məni qınamasın, kişilər məni qınamasın da. Yəni qınayırsınızsa da, onsa mənim xəbərim yoxdur. Yəni həqiqətən beyin rahatlatmaq kimi gəlir, amma qəlyan çəkirsiniz də. Yəni bütün günü ya onu eləyirsiniz, sonra deyək ki, pis vərdişim yoxdur ki falan. Amma bunun da gətirisi də yoxdur yaxı. Sən buradan beynini boşaldırsan, amma imkanlısan da deyirsən ki, pul qazandım, imkanlıyam zat. Neynədin bu imkanlarla? Axı bu da var. Yəni uğur qazanmaq üçün neynədin? Bilmirəm. Yəni tamam, mən bayaq dedim sözdə ki, pulu xərcləmək üçün qazanırıq. Hə, amma nəyə xərclədiyin də önəmlidir axı günün sonunda. Nə qədər ehtiyaclarım üçün olar, nə qədər əyləncəm üçün olar. Yəni həqiqətən biz boşuq. Boş insan belə eləyir. Kosmetika, paltar, dırnağım, saçım, pulum qutardı. Bəs kiməsə yardım elədimmi? Ya da arxana pul atdım hansı hədəfin üçün? Ya da ki, ümumiyyətlə də, yəni insanlıq üçün neynədin? Eynən. Belə bir şey də var. Məsələn, bizdə çox vaxtı belə bir fikri də həmişə dilə gətirirlər ki, məsəl üçün, bəsit bir misal çəkəcəm sənə. Avtoyuyucu. Yəni Azərbaycanda bu dəqiqə Bakının istənilən qəsəbəsində bir 100 metrdən dön avtoyuyucudur. Yəni 6 moyka üstü çayxanada belə söhbətlər. Bunu belə qeyri-adi bir şəkildə təklif eləyə bilən insanlar çıxır ortalığa. Məsələn, bəzi avtoyuyucular var da ki, bu dəqiqə indi konkret olaraq ad çəkmək istəmirəm. Təsvirimi masur görün, maşını yalayırlar. Yəni biri var sənə maşını yuyub verir, bir də var maşını sənə yalayıb verir. Başa düşdün? Və o yalamaqla bu hissəni bir nəfər kəsib paylaşsa, yəni adam bilməzsə burada nədən söhbət gedir. O bir nəfər mən olacağam, kəsib sən TikTokda. TikTokda izlənmə sayəsini necə artıracağımızı başa düşdük hal-hazırda. Başlığa da bunu qoyursan da. Ya vecimə də deyil. Başdan baxanlar bilir söhbət nədən gedir. O maşını yalamaqla paralel onun başqa imkanlarında üzə çıxarır. Məsəl üçün sən adi bir avtoyuyucuya gedirsən, dayanırsan belə, baxırsan ki, sənin maşını yuyurlar. Amma məsəl üçün yerlər var ki, gedirsən gözləmə zalı var, oturursan orada çayı var, kofesi var, nə bilim onu təklif eləyir, bunu təklif eləyir. Yəni bu imkanları sənə suna bilən yerlər var. Çox deyə bizim o qədər şəbəkələrimiz var da, yəni bir dənə açıb sonra böyüyüb neçə olub. Yəni sözümün canı nədir? Bunları sizə niyə deyirəm? Nümunə götürmək ayıb deyil. Təbii ki. Əgər söhbət, məsələn, mən bugün danışanda ki, ayda DJ Turalı gördünüz də, startupını həyata keçirdi, Green Public-i yaratdı falan filan. O DJ Tural deyə, başa düşürsən? O eləyə bilər. Niyə bu fikirdəyik axı? Sənə demirəm ki, mən də sən get, Turalın elədiyini birə-bir kopyala, get şeylə. Sən də eynisini. Yox, sən uğurlu olmayacaqsan.
Sənin ağlına başqa bir şey gələ bilər. Sən başqa bir şey düşünə bilərsən də. Sən o düşüncəvi, o imkanı, o bacarığı pula çevir. Ayıbdır, ayıb deyil. Niyə ayıb olur Təbii ki? Bir də ki, o adam da o adı qazanmaq üçün anasının qarnından eləncə doğulurlar ki, heç kəs. Ad qazanmaq üçün nə qədər deyir, uğurlu olana qədər neçə dənə səhv eləyir, neçə dənə yıxılır. Sən sadəcə onun uğur hissəsini artıq görürsən, arxa pərdəni görmürsən. Sən də elə, sən də onun yolundan olmasın, sən demişkən öz yolundan addımla, amma günün sonunda bil ki, nəsə eləmisən, həqiqətən nəsə istəyib eləmisən. Düzdür. Məsələn, mənim üçün Tural Yusifov, DJ Tural, çox danışdım Tural haqqında. Həqiqətən xətrini... Adam sən pul zad verib sənə eləmişəm. Həqiqətən xətrini çox istədiyim və çox sevdiyim bir personadır özü. Təşəkkürlər. Təşəkkürlər. Çox sevirəm həqiqətən də Turalı. Yəni o adam mənim üçün bir motivasiya mənbəyidir də, belə deyərdim. Məsələn, özü danışıb deyə bunu, mən indi bunu dilimə gətirirəm. Hardasa bir 9 il bundan qabaq ki, DJ Tural'la, ki biz 9 il bundan qabaq da Turalı dinləyirdik, indi də Turalı dinləyirik və Tural'ın bizə həmişə öyrətdiyi nə oldu? Yol hərəkəti qaydaları, maşının idarə edilməsi falan filan kimi şeylər öyrədib. Məsələn, 9 il öncəki Tural'la indiki Tural'ın arasında yerlə göy qədər fərq var da. Yəni, əvvəl o çılğın Tural, hansı ki, maşında hər kəsin üstünə qışqıran falan, ama mövcud bu dəqiqəki Tural, Green Public'in yaradıcısı. İndi niyə deyirəm bunu? Bunu boşuna demirəm. Bizim bəzi insanlarımız da var ki, bax belə şeylərdə məsələn deyirik ki, ayda gördün də Tural Green Public-ə kim alıb? Tural kim alıb? Əvvəl də görmüşük də qışqırıb. Zəhləm gedən şeydir də o insanı əvvəlinə yargılamaq. Bu nə düşüncədir? O adam eyni şəkildə yolu ilə geçsəydi sən deyərdin, amma əgər o özünü dəyişdiribsə, ki biz həmişə dəyişməliyik, dəyişibsə, inkişaf elətdiribsə, əksinə sən deməlisən ki, görə hardan haraya, yəni. Fərqi yoxdur ya bu indi DJ haqqında olsun ya da başqası haqqında. Yoxsa ki onun keçmişinə yargılamaq, əvvəlini bilirsən, nə olsun, əvvəlin bilirsən, sonrasını da bil. Bil də bil, nə olacaq ki, yəni o bilsən nətərdir? Biri var ki, o insan keçmişində nətər idisə, elə də qalsa, eyni şey, mən biraz fərqli şəkildə deyəcəm. Əgər sənin sözünə qüvvətdə, belə deyək. Bir insan əgər olduğu kimi qalsa və dəyişməsə, mən onu deyəndən razıyam ki, görsən, nə idi? İndi də elədir. Amma vaxtı ikən sən o sözü deyən adam, vaxtı ikən nətər olmusan? Sən özün idealsan mı? Sənin hər şeyin idealdır mı? Çıxırsınız o TikTok'da. Yəni belə şeylərdən ümumiyyətlə uzaq durmaq lazımdır. Yəni bizim dediyimiz Elon Musk'ın özü olsun, bizim dediyimiz Steve Jobs'un özü olsun. Onların heç mi minusları olmayıb zamanında? Onların hər işi mi belə ideal gedib əvvəlindən axırına kimi? Shakespeare'in bir sözü var, bayaq da sənin sözünə qüvvət dedin ki, işi görəndə də bir şey. O deyib ki, süpürgəçi belə olsan, küçəni elə süpür ki, desinlər ki, kim süpürüb buranı? Aysa. İşinizi də heç vaxt alçaltmayın. Çox gözəl. İş görəndə alçaltmayın. Yəni günün çox sonunda gözəl. Əgər uğur qazanıbsa, bəli. Əgər o adını tanıda bilibsə, gördüyü işlə şərəfləndirilirsə, demək ki, bu insan artıq başarıb. Bəli. Və ataların da bir dənə sözü var ki, işləməyən işləməz. Bəli. Xanımlar və cənablar, beləcə biz artıq podkastımızın sonuna gəldik. Çox maraqlı söhbət oldu. Və məncə uzanardı da. Bizim ümumiyyətlə yenə də deyirəm, kanalımızın adı kimi düz bizə natamandır, amma ki söhbətlərimizin həmişə tamamlanmadan qalması natamam olduğuna görədir. Və bu o demək deyil ki, biz bugün danışdıq, bunu bağladıq. Ola bilər ki, başqa bir başlıqla. Mən hətta istəyərdim ki, bax bu pul qazanmaq mövzusunu ekspertlərə səslənirəm buradan. Bu pul qazanmaq mövzusunu danışmaq istəyən, özünə güvənən varsa, mən istəyərdim ona. Ekspert təcrübəli deməkdir. Yəni rapper ekspert. Sən də gələ bilərsən, problem yox. Elman dediyi kimi təbii ki, bu işi görən insanlar da çox lazımdır. Yəni fikir almaq istəyərəm. Ümumi, yəni təcrübəli olan hər bir insan öz fikrini fərqi yoxdur. Bura gəlsin də, gəlməsən də. Bir yazı ilə klaviaturada yazırsan və biz də oxuyuruq ki, sənin fikrin nədir? Sən də təcrübəli özünü hiss edirsənsə. Düz. Varlısansa yaz bizə. Varlısansa bizə yaz. Ay, bu laf şey oldu. 4033 qısa 4033. Ara beni lütfen. Varlısansa 4033 nömrəsinə varlıyam yaz göndər.
Niyə kasıbsan? Təşəkkürlər Qasım. Niyə kasıbsan mövzumuzu yekunlaşdırırıq. Belə də bizi dəstəkləməyə davam eləsəz, biz də ruhdan düşməliyik. Bu arada bizim xanımın kitabı çıxır. Bilirəm. Təbrik də elədim ona. Təbrik elədim. Mən də yazdım. Xanım izləyir bizi ümumiyyətlə. Bilmirəm valla. İzləyirsə biləcək. Heç nə deməyək. İkinci dəfədir. Videonun sonudur. Görə indi o bizi izləyir yoxsa yox. Xanım təbrik edirik. Gözün aydın olsun. Həqiqətən. Uğurlu olsun. Davamlı olsun. Xanımın fikirləri çox yaxşıdır. Bir dəfə bizim qonağımız olsun o. Çox fikirli. Çox qəşəng fikirləri var. Hətta bizim Aygıtımız gəlsin, gəl onu ilk qonağımız edək. İnşallah. Çox maraqlı olar. Belə, təşəkkürlər dostlar izlədiyiniz üçün. Videonu bəyənməyi unutmayın. Natavanın kanalına abunə olun. Mütləq şəkildə ki, heç nəyi qaçırtmayasınız. Biz əlimizdən gələni eləyirik ki, daha da maraqlı eləyək. İnşallah ki, bunu bacarırıq. Sadəcə bizim bunu bacarıb-bacarmadığımızı bir də siz desəz, əla olar. Ya da susmağı xoşdursa sadəcə like eləyin və kanala abunə olun. Bu arada artıq 2000 olaq uşaqlar. Yəni stalklamayın da, iki adamlar siz. Yəni qoslamayın. Kişi kimi deyin ki, izləyirəm, yəni nəsə yazın. Qadın kimi də deyə bilərsiniz. Qadın kimi deyin ki, izləyirik. Bu nədir? Bu qız orada nə danışır? Oğlan çıxsın kanaldan, ancaq qız danışsın deyə bilərsiniz. Yaza bilərsiniz belə. Mən çıxım istəyirsinizsə yazın mən. Ya da ki qız boş-boş danışır, oğlan fikirləri çox xoşuma gəldi desəz, onu tez siləcəm, ona görə də icazə çəkməyim. Zarafatdır. Baxın, mən bundan qabaqki videolarda görünmürdüm. Kaknikuriti mən görsənmirdim videolarda. Yəni mənə heç problem yoxdur. Mən yenə də çıxa bilərəm kadrdan. Aşk olsun, sənsiz olurmu? Kanala abunə olursunuz, şərhlər yazırsınız. Getmək istəmirik. Getmək istəmir. Çünki bizim bu enerjimiz həqiqətən də daha digər enerjilərimizdən daha gözəldir. Ona görə də sizə xoş həftə sonu izləmələri, bizə də xoş həftə sonu getmələri. Həftə içi işləmələri. Düzdür. Hələlik.